Killer sindromu, yəni qatil sindrom nədir? Biz bəylərdə bəzən doğuşdan genetik bir xromozom artıqlığına bağlı olaraq testosteron inanılmaz dərəcədə yüksək dozalarda ifraz olunur və biz bunun fərqində olmuruq. Bu artıq testosteron bizdə bəylərdə həm bədən əzəllər kütləmizin artmasına və eyni zamanda da aqressiv olmağımıza gətirib çıxardır. Bu vaxtilə 1960-cı illərdə çıxarkən bəzi insanların doğrudan da testosteron miqdarı ciddi şəkildə artdıqca, yəni nə qədər çox artırsa, aqressivliyə o qədər meyl elədikləri və öldürmə içgüdüsünün, yəni öldürmə stimulunun daha yüksək olduğu göstərilib. Roid rage dediyimiz vəziyyətdə, yəni testosteron həddindən artıq çox vurulanda bəylərdə aqressiv əhval-ruhiyyə və davakarlıq halları yaranır və bu onların əllərində olmur. Biz bəylərə testosteron vurmadan qabaq mütləq dərəcədə bədəndə testosteron miqdarına baxmaq məcburiyyətindəyik. Çünki bu həddindən artıq yüksək dozalar qalxdığında aqressiv əhval-ruhiyyəyə gətirib çıxardır və bu ətrafdakı insanları da ziyan və zədə vurur. Əgər siz professional şəkildə bodybuilding ilə məşğul olmaq istəyirsiniz və yaxud da yaya çox yaxşı şəkildə hazır girmək istəyirsiniz, mütləq dərəcədə bədəninizə testosteron vurmadan qabaq bir həkim ilə və yaxud da bunun üzərinə ixtisaslaşmış bir şəxs ilə məsləhət almaq məcburiyyətindəsiniz ki, artıq testosteronun sizə gətirəcəyi fəsadlardan vaxtında yayına biləsiniz.